Bilirsiniz dəyişim əslində necə hiss olunur. O səs güylə deyil, sükunətlə gəlir. Sizə enerji dəyişim proqramımızın 10-cu enerji və şuur məşqindən sonra bir iştirakçımızın yazdığı qeydləri oxumaq istəyirəm. Çünki bu sadəcə bir nəticə deyil, bu ruhun həyata yenidən aşiq olmasıdır. O yazır ki, əvvəllər düşünürdüm ki, gedəcək heç bir yerim yoxdur. Amma sonra fərq etdim ki, əslində gediləcək yerlər çoxdur. Sadəcə məndə özümü toparlayıb ora getmək üçün daxili həvəs, enerji yox idi. Amma indi mən həyata qarışmaq, bu prosesdə ən gözəl şəkildə iştirak etmək istəyirəm. İçimdə necə yavaşladığımı hiss edirəm. Artıq anın dadını çıxarmağı öyrənmişəm. Yerişim belə dəyişib. Hətta sükunətim yazmaq, xəttimə də yansıyıb. Üzümə daha tez-tez sakit bir təbəssüm qonur. Bir videonu xatırlayıram. Orada deyirdi ki, ölümdən sonra insana məhz həyatda ən çox nə ilə məşğul olubsa onu verirlər. Bunu düşünəndə daha dərindən anladım ki, sadəcə gözləmək necə qorxunc bir şeydir. İndi hətta evdə qabları yuyarkən belə içimdə bir sükunət və təbəssüm olur. Sadəcə hiss orqanlarımın, duyğularımın olmağının, var olmağımın da dadını çıxardıram. Məşqdə deyildiyi kimi ideyamın reallaşmasını hiss etdim. Möhtəşəm idi. Və bu fikir, bu ideya mənə çox fərqli hiss elətdirdi, enerji verməyə başladı və elə bil ki, mənim bir körpəm var idi. Və mən artıq onun qayğısına qala bilərəm, o da məni sevindirə bilər. Bu günlərdə daha çox təmiz hava almaq istəyirəm. Yerin ağırlığını ayaqlarımın altında hiss edərək yeriməkdən, o torpağa basmaqdan zövq alıram. Özümü çox yaxşı hiss edirəm. Hətta o qədər ki, bədənimdəki artıq yüklərdən də qurtulmaq istədim. Və hətta rəqsə belə yazıldım. Gözləmə rejimindən çıxmaq, fikirlərinin xəyal olmaqdan çıxıb nəfəs alan bir reallığa, bir övlada çevrilməsi. Addımlarında torpağı, damarlarında isə o təbii həyat enerjisini yenidən hiss etmək. Bu sadəcə 10-cu məşqin gətirdiyi bir fərqindəlikdir. Amma mənim həyatıma çox gözəl bir enerji qatdı. Bəs sən nə vaxta qədər həyatı kənardan izləyib sadəcə gözləyəcəksən? İçindəki o yatmış enerjini oyatmaq, sənə verilən bu tək həyatın dadını çıxartmaq və illərdir ürəyində daşıdığın ideyaların reallaşması üçün sən də enerji və dəyişim proqramına qoşul. Və özünə tərəf olan o həqiqi addımlarını atmağa başla. Sonra da özün olaraq o addımları atmağa başla.